Bunu da en götürürüm. Çünkü beraberler. Bir de burada ne kaldı? Karbohidrat. Onu da en götürürüm. Ve bana deyir ki bu üçünün cəmi neçədir? 48.000. Üçünün cəmi mənə verib ki 48.000-ə bərabərdir. Yaxşı, onda eni tapa bilərəmmi? 3n bərabərdir 48.000-ə və n də bərabərdir 16.000. Onu tapdıq. Demək, bu enin sayı elə mənim nukleotidlərimin sayı deməkdir də. Hərəsindən bir nukleotidlərimi verib. Sonra deyir ki, bu molekulun bir zəncirində fosfat turşusu qalıqları və karbohidratlarının sayını tap. Mənim neçədən nukleotidim var həmin DNT-də? 16.000 nukleotidim var. O 16.000 nukleotid DNT molekulundadır. DNT zənciri neçə? Zəncirlidir DNT 2. Bu 2 zəncirdə olandırsa, bir zəncirimdə nə qədər olacaq? 8.000. İndi bir zəncirdə 8.000 nukleotidim var və orada da hər birində fosfat turşusu qalığını deyir, karbohidratı deyir. Bu ikisini cəmini tapacağım. İndi 8.000-dirsə, deməli 8.000-i neynirəm? 2-yə vururum. O da eləyir 16.000.